Salam, hər birinizi ilk öncə salamlayıram. Bugünkü video izahımız, dərs izahımız Cənub Azərbaycan Cənub xanlıqları ilə bağlı olacaq. Əlbəttə ki, bütün xanlıqların video izahları olacaq. İlk öncə Cənub xanlıqlarının video izahına baxaq. Gəlin başlayaq ilk olaraq Urmiya xanlığından. Urmiya xanlığının əsasını Fətəli xan Əfşar qoymuşdu. Görürük ki, Əfşarlar sülaləsindən idi. Yəni Nadir xan Əfşarın əmsoğlu idi. Digər əmsoğlu da dediyimiz Əmraslan xan idi ki, 3-cü Sam Mirzə üsyanını yatırmışdı. Deməli Urmiya xanlığının əsasını Fətəli xan Əfşar qoymuşdu. Bilirik ki, xanlıqlar Nadir şahın ölümündən sonra yaranıb, yəni 1748-dən sonra, yəni 18-ci əsrdə Fətəli xan Əfşar mərkəzləşdirmə siyasəti həyata keçirir, yəni Azərbaycanı birləşdirmə siyasəti yürüdür və bu birləşdirmə siyasətinə ilk olaraq Təbrizdən başlayır, yəni Təbrizi, Xoyu, Qaradağı, Marağa və Sərabı tabe edir. Daha sonra isə o bu mərkəzləşmə siyasətini həyata keçirmək üçün ona əlbəttə ki, müttəfiqlər lazım idi. Buna görə də o Nadir şahın sərkərdəsi olan Azad xanla ittifaq bağlayır. Bir də Xoy xanı Şahbaz xanla ittifaq bağlamışdı. Daha sonra Fətəli xan Əfşarın şimala ilk hücumu, belə deyək də, İrəvana yönəlmişdi ki, ancaq İrəvana ilk cəhdi uğursuz olmuşdu. Daha sonra Fətəli xan Əfşarın rəqibləri var idi ki, Məhəmməd Həsən xan Qacar və Kərim xan Zəndi idi. Əlbəttə ki, Məhəmməd Həsən xan Qacar və Kərim xan Zəndinin də öz aralarında, belə deyək də, mübahisələr gedirdi. Məhəmməd Həsən xan Qacar, biz Qarabağ mövzusunda danışacağıq. 1757-ci ildə Qarabağa yürüş edən zaman Kərim xan Zəndin hücum xəbərini alır. Buna görə də geri qayıdır. Geri qayıdarkən də Urmiya xanlığını özündən tabe edir. Deməli, Urmiya xanlığı bir müddətdə Məhəmməd Həsən xan Qacardan asılı olmuşdu. Ancaq o gedib Kərim xan Zəndə belə deyildi, çata bilmir. Çünki yolda sui-qəsd nəticəsində öldürülür. Bundan sonra Fətəli xan Əfşar Qarabağı 1759-cu ildə Fətəli xan Əfşar, yəni Urmiya Fətəli xan Əfşar Qarabağı 1759-cu ildə tabe edir. Əlbəttə ki, bu Qarabağa hücumu zamanı ona Qarabağ məlikliklərinin də belə deyək də rolu olmuşdu və Qarabağı girov kimi Qarabağ xanı Pənahəli xanın oğlu İbrahim Xəlil xanı Fətəli xan Əfşar girov kimi götürmüşdü. Qarabağ xanlığından sonra isə Fətəli xan Əfşar İrəvanı, daha sonra isə Şəki xanlığını tabe etmişdi. Daha sonra Kərim xan Zənd, belə deyək də, Urmiya xanlığının möhkəmlənməsindən narahat idi, istəmirdi Urmiya xanlığı möhkəmlənsin. Buna görə də 1760-cı ilin payızında Təbrizi Kərim xan Zənd tutur. Daha sonra 1761-ci ilin mayında Kərim xan Zəndlə Fətəli xan Əfşar qarşılaşırlar. Ancaq Fətəli xan Əfşar döyüşün əvvəlində uğur qazansa da, daha sonra isə belə deyək də, geri çəkilməyə məcbur olur. Bunun da səbəbi onda idi ki, onun, yəni Fətəli xan Əfşarın ittifaqda olduğu Xoylu Şahbaz xan ona qarşı xəyanət edir. Yəni, Kərim xan Zəndin vədlərinə inanır və Kərim xan Zəndin tərəfinə keçir. Buna görə də Ucan düzündə Fətəli xan uğursuzluğa uğrayır. Daha sonra Kərim xan Zənd Marağanı 1762-ci ilin mayında Marağanı tutur. Kərim xan Zənd Urmiya xanlığını əlbəttə ki, tutmaq istəyirdi. Buna görə də hiləyə əl atır. Bu hilə nə idi? Əlbəttə ki, parçalama hökm sür siyasəti idi. Buna görə də neynir? Qarabağ xanı Pənahəli xanı öz tərəfinə çəkir. Pənahəli xan da əlbəttə bildiyimiz kimi acıqlı idi Urmiyalı Fətəli xan Əfşardan. Çünki 1759-cu ildə Urmiya Qarabağ özünü asılı vəziyyətə salmışdı. Pənahəli xan oğlu, kiçik oğlu Mehrəli xanı Qarabağa, belə deyək də, taxta tuzdurur və Kərim xan Zəndə köməyə gedir. Bir də Şahbaz xan, Xoylu Şahbaz xanı öz tərəfinə çəkir Kərim xan Zənd. Bundan sonra 1763-cü ildə Urmiyanı mühasirəyə alır və Fətəli xan Əfşarı əsir olaraq götürür. Ancaq Kərim xan Zənd burada nə edir? Öz ittifaq qurduğu, belə deyək də, adamlara qarşı onları güya qonaqlığa aparır. Şiraz qonaqlığına adı ilə Şiraza aparır 1763-cü ildə. Ancaq
Ancaq bu xanlar heç nədən xəbərsiz, yəni bilmirdilər ki, ora girov kimi gedirlər. Qonaqlıq adı ilə gedib, onlar da orada belə deyək, əsir düşürlər. 1763-cü ildə tarixə Şiraz qonaqlıq adı ilə daxil olmuşdu ki, gəlin görək Şiraz qonaqlığına kimlər iştirak etmişdi? Qarabağ xanı Pənahəli xan, Qaradağ xanı Kazım xan, Xoy xanı Şahbaz xan, Naxçıvan xanı Hacı xan Kəngərli, bir də Sərab xanı Əli xan Şəqqaqi idi. Yəni Qarabağ, Qaradağ, Xoy, Sərab və Naxçıvan xanlığı Şiraz qonaqlığında iştirak etmişdi. Daha sonra Cənub xanlıqlarından olan Təbriz xanlığı haqqında danışacağıq ki, Təbriz xanlığının əsasını Əmraslan xan Əfşar qoymuşdu. Yenə də bir Əfşar sülaləsi. Təbriz xanlığı bir müddət Ərdəbili və Qaradağı tabe etmişdi, amma şimalı tabe etməsi uğursuzluqla nəticələnmişdi. Bir müddət də Təbriz xanlığı Urmiyadan asılı olmuşdu. O Təbriz xanlığının zəifləməsi dövründə, yəni Fətəli xan Əfşarın yüksəlişi baş vermişdi. Yəni zəifləməsinin səbəbi Fətəli xan Əfşarın yüksəlişi, güclənməsi olmuşdur. Daha sonra Xoy xanlığı isə Xoy xanlığının əsasını belə deyək, Xoy hakimindən biz Şahbaz xandan danışacağıq. Necə ki, Urmiya xanlığında adını artıq eşitmişik, bilirik. Şahbaz xan əvvəlcə Fətəli xan Əfşarla dost idi. Daha sonra isə Kərim xan Zəndin vədlərinə aldanır. Dediyimiz Ucan düzündə 1762-ci ildə Kərim xan Zəndin tərəfinə keçir. Şahbaz Əfşara, Fətəli xan Əfşara belə deyək də xəyanət edir. Daha sonra Şahbaz xandan sonra isə Əhməd xan gəlir 1763-1786-cı illərdə. O həmçinin Kartli çarlığı ilə diplomatik əlaqələr qurmuşdu. Bir müddətdə İrəvan, Naxçıvan, Təbriz və Qaradağı da tabe etmişdi. Daha sonra Ərdəbil xanlığının əsasını Şahsevən tayfasından olan Bədir xan qoymuşdu. Ərdəbil xanlığı Qarabağdan bir müddət asılı olmuşdu Qarabağdan və həmçinin Fətəli xan, yəni Qubalı Fətəli xan 1784-cü ildə Ərdəbil xanlığını özünə tabe etmişdi. Qaradağ xanlığının isə əsasını Kazım xan qoymuşdu. Qaradağ xanlığının mərkəzi Əhər şəhəri idi və Urmiya, Qarabağ, Təbrizdən asılı olmuşdu Qaradağ. Qarabağ və Xoy xanlığı 1782-ci ildə Qaradağı öz aralarında bölüşdürürlər və bununla da Qaradağ süquta uğrayır. Maku xanlığının əsasını Bayat tayfasından olan Əhməd xan qoymuşdu və 18-ci əsrin sonlarında Qacarlar tərəfindən süquta uğramışdı Maku xanlığı. Sərab xanlığının əsasını isə Əli xan Şəqqaqi qoymuşdu. O 1747-1786-cı illərdə hakimiyyətdə olmuşdu. Ondan sonra isə Sadıq xan gəlir ki, onun dövründə də Sərab xanlığı güclənmişdi. Maran xanlığının əsasını Əliqulu xan Müqəddəm qoymuşdu. Zəncən xanlığının əsasını isə Zülfiqar xan Əfşar qoymuşdu. Bir müddətdə Təbrizi özündən asılı vəziyyətə salınmışdı. Biz əsasən burada geniş danışdığımız xanlıqlar Urmiya və Xoy xanlığı olur ki, digərlərini isə adlarını bilməklə yəni kifayət edir. Belə Cənub xanlıqları ilə bağlı vacib məqamları sizə qeyd etdim.